izləyicilər, pasientimiz Kərimova Sevil 65 yaşında bizə müraciət etmişdir zəif görmə şikayətləri ilə. 2 dənə eynəklərdən istifadə edirdi. Əslində 40 yaşından etibarən biri uzaq görmək üçün, o birisi eynəki yaxın görmək üçün, amma artıq axır aylarda artıq hiss elədi ki, heç eynəklər ilə də tam rahat, normal şəkildə görə bilmir və məhz bu şikayətlər ilə bizə müraciət etdi. Müraciət edəndə müayinə sırasında aşkar olundu ki, pasientimizin sağ gözündə görməsi 10%, sol gözdə görməsi 8% və diaqnoz katarakta diaqnozu qoyuldu. Yəni mirvari su diaqnozu qoyuldu. Mirvari su bildiyiniz kimi gözümüzün içində bilurun bulanması deməkdir və yaşa bağlı bu proses baş verir, katarakta əmələ gəlir. Ona görə pasientimizə başa saldıq ki, əməliyyat olunmalıdır. Çünki kataraktanın dərman müalicəsi yoxdur. Sevil xanımı əməliyyat etdik. Ən müasir üsul ilə, fakoemulsifikasiya üsulu ilə, ultrasəs ilə, lazer ilə 2 mm kəsikdən gözün içinə daxil olaraq lazer ilə bulanmış biluru gözdən xaric etdik və yerinə Amerika istehsalı linzanı implantasiya etdik. Hal-hazırda pasientimizin görməsi 100%-dir və ümumiyyətlə mən müraciət etmək istəyirəm hamıya ki, mirvari su, katarakta vaxtında əməliyyat olunmalıdır ki, kisənin bağlarına təsir göstərməsin, yetişməmiş halında əməliyyat olmalıdır. Çünki yetişəndə, daşlaşanda artıq kisənin bağlarına təsir göstərir və əməliyyat zamanı problemlər yarana bilər. Əslində Sevil xanım bir qədər gec yaxınlaşmışdı sol gözünə görə, çünki artıq görmə 8%-dir, amma ona baxmayaraq görməmiz 100%-dir hal-hazırda. Mən Kərimova Sevil Hüseyn qızı, 57 təvəllüdəm, 65 yaşım var. Demək gözüm 40 yaşından bir yana yavaş-yavaş zəifləməyə başlamışdı. Başlamışdım eynək taxmağa. Həm uzaq görənliyim, həm yaxın görənliyim zəifləyirdi. Günü-gündən də zəiflik artırdı. Gözümdə başladı tor əmələmə gəlməyə. Çox pis görürdüm. Özüm dərziyəm. Özünüz də bilirsiniz ki, dərzilərə göz daha çox lazımdır. Mən də ki, müraciət elədim Nərminə xanımya. Nərminə xanım məni müayinə eləyəndən sonra dedi ki, mirvari suydur. Əməliyyat lazımdır. 65 yaşında çox qorxurdum. Amma şükür ki, əməliyyata girdim. Əvvəl bir gözümü elədilər, sonra o bir gözümü. İndi şükür Allaha ki, yaxşıyam. Sağ olsun Nərminə xanım bu cavan yaşı ilə, bu cavan əlləri ilə mənə əməliyyat elədi. O görməməzlikdən məni xilas elədi. Əməliyyat 10 dəqiqə keçir. Ağrısız olur. Heç ağrı hiss eləmirsən. Qorxmayın əməliyyat olunmaqdan. Mən özüm qorxurdum, amma indi hamıya məsləhət görürəm ki, heç kəs qorxmasın əməliyyatdan. Əməliyyat ağrısızdır. Sağ olsun Nərminə xanım. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva hal-hazırda studiyamızdadır. Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzində fəaliyyət göstərir. Eyni ilə təkrar etmək istəyirəm, Hat Medicine klinikasına müraciətlərinizi edə bilərsiniz. Necəsiz? Sağ olun, siz yaxşı olasınız. Bugün maraqlı şeylər gətirmişik. Çəp gözlüyə aid. Çox gözəl və kiçik həcmdə olduğuna görə biraz şirin görünən bir maketimiz var. Onun üzərində çəp gözlük mövzusuna bugün toxunacaq. Mən bir daha xatırladım nə olduğunu həkim xatırladacaq. Hansı növləri refraktiv qüsurlar sayəsində inkişaf edir. 2 gözümüz var. Refraktiv qüsur deyirik. Hər ikisində də fərqli ola bilərmi bu qüsurlar? Əlbəttə ki. Xüsusilə də çəp gözlük mövzusunda. Buyurun, sizi dinləmək istəyirəm. Bəs ona görə çəp gözlük yaranır ki, siz dediyiniz kimi fərqli olanda refraktiv qüsurlar məhz daha çox bu gözlərdə yaranır. Çünki hər iki gözdə refraktiv qüsur eyni olanda gözlərimiz eyni bərabər şəraitdədirlər, belə deyək, eyni vəziyyətdə zəifdirlər. Məsəl üçün, hər iki gözündə müsbət 2 var, müsbət 3 var ya da mənfi 2, mənfi 2, astigmat müsbət 3. Eyni zəifdir, heç bir mübarizə yoxdur arasında, ona görə çəp gözlük yaranmır. Düzdür, istisna halları var, amma daha çox fərqli olan refraksiya ilə, bildiyiniz kimi çəp gözlüyün ümumiyyətlə yaranma səbəbləri fərqlidir, amma 90% hallarda məhz siz dediyiniz kimi fokus problemlərindən irəli gəlir. Yəni, pasientin gözündə, uşağın gözündə hipermetropiya, miopiyası, astigmatı var və bir qədər fərqli dərəcələrdə fərqlilik var və ona görə də hansı göz daha zəifdir, daha güclü göz mübarizə gedir gözlərimizin arasında. Bütün gücünü alır öz üzərinə, daha yaxşı görür və zəif görən gözdə tənbəllik yaranır, görmə zəifliyi yaranır və başlayır çəpləşməyə.
artıq ya daxilə doğru çəpləşə bilər, ya xariciyə doğru. Ümumiyyətlə biz bu problemlər ilə uzun illərdir məşğuluq İlhamə xanım və qeyd etmək istəyərdim ki, Azərbaycan oftalmoloqları arasında ilk dəfə məhz biz xaricdə məhz bu problem üzrə çıxışımız olmuşdu. 2012-ci ildə İtaliyanın Milan şəhərində və deməli çıxışımızın adı da çəpgözlük ilə bağlı olan 3 yaşa qədər olan uşaqlara aid idi. Ümumiyyətlə çəpgözlük uşaqlarda və böyüklərdə buna toxunaq. Burada tam fərqli yanaşma olmalıdır. Tam fərqli bir çəplik növləridir. Məsəl üçün böyüklərdə ümumiyyətlə 15 yaşından sonra pasiyentin gözündə mövcud olan çəplik yalnız əməliyyat yolu ilə aradan götürmək mümkündür. Yəni heç bir konservativ müalicələr, heç bir eynək taxmalar, gəl, get, gözüm düzəlsin, həkim gözümü düzəlt, çəpliyim düzəlsin 15 yaşından sonra mümkün deyil. Yalnız əməliyyat ilə və 15 yaşından sonra əməliyyat sadəcə belə deyək, gözəllik əməliyyatı, kosmetik əməliyyat, kosmetik effekt daşıyır. Yəni, çəp gözlüyüm var idi, indi çəp gözlüyüm yoxdur. Heç bir birləşmə qabiliyyəti yaranmır, həcmli görmək yaranmır uşaqlardan fərqli olaraq. Və onda qeyd etmək istəyirəm, çəpliyin növləri də fərqlidir. Var daxili çəplik, ümumiyyətlə gözümüzün ona görə maketi gətirmişik bugün. 6 əzələsi var, 4 düz, 2 çəp və pasiyentdə hansı əzələdə problem var, mütləq əməliyyatdan öncə aydınlaşdırmaq lazımdır. Bu çəpləşən gözə görə təyin edirsiniz ki, əgər içəri çəpləşibsə, hansı əzələdir, çöllə çəpləşibsə? Bəli, bir var, sadəcə daxili çəpləşir ya da xaricə doğru çəpləşir. Demək ki, qorizontal düz əzələlərdədir problem. Elə də olur, daxilə, yuxarı, aşağı, xaricə, yuxarı, aşağı. Demək ki, vertikal əzəllərdədir problem. Bunu bir dənə çox gözəl şəkildə göstərin, verin, zəhmət olmasa yaxın planlarda. Deməli, qorizontal əzəllərimiz, vertikal əzəllərimiz və 2 çəp əzələ, yuxarı çəp əzələ və aşağı çəp əzələ. Elə olur, tək qorizontal əzəllərdə problem var. Elə olur, yanaşı olaraq qorizontal əzəllər ilə birlikdə vertikal əzəllərdə də problem var. Ya da ki, çəp əzəllərdə problem var. Onu da qeyd edim ki, çəp əzəllər ilə hər həkim, hər cərrah məşğul olmur. Qorizontal əzəlləri düzəldir, amma çəp əzəlləri düzəltmir. Səbəb? Biz onları biraz daha görürsünüz, dərindən yerləşir. Biraz onlarda bu düz əzəllər də biraz daha yaxındır gözə, amma çəp əzəllər biraz daha dərində yerləşir və onlar ilə manipulyasiya etmək texniki cəhətdən biraz daha çətindir. Amma biz hər cür əzəllər ilə məşğuluq. Onu da qeyd edim ki, məsələn, əgər qarışıq çəplikdirsə, daxilə, yuxarı, aşağı, elə olur, yanaşma cərrahlarda fərqlidir. Deyir, məsəl üçün, mən 2-3 əməliyyat ilə gözümü düzəldəcəm. Gəl, məsələn, birinci əməliyyatda qorizontal əzəlləri düzəldim, amma yuxarı, aşağı çəpləşmə qalacaq. Gedərsən, 6-8 aydan sonra gələrsən, yuxarı, aşağı ya da çəp əzəlləri düzəldəcəm. Biz çalışırıq bir əməliyyat ilə hər şeyi bərpa edək, mümkün qədər əlbəttə ki, pasiyent ikinci, üçüncü təkrar əməliyyatlara düşməsin. Çünki bizdə bilirsiniz, yəni pasiyentlərdə biraz çətindir hər dəfə əməliyyatlara düşmək, ona görə onu düşünüb deyirik. Ümumiyyətlə, mən həmişə pasiyentlərə ətraflı əməliyyatdan öncə başa salıram. Dünya üzrə bir statistika var. Çox maraqlıdır. Bax, siz danışırsınız, əzələ deyirik. Burada sadəcə əzələdə olur problem, yoxsa sinir impulsları, iflic olma səbəbləri? Yox, əlbəttə ki, sinir impulsları, iflic, qarışıq olur. Mən ona görə deyirəm, o əməliyyat sırasında düzəlir mi? Düzəlir, hər şey düzəlir. 15, ümumiyyətlə, elə bir çəplik növü yoxdur, demək olar ki, düzəlməsin. 99,9% hallarda hər çəplik növü düzəltmək olur. Yəni, bu verdiyiniz faiz hər halda cərrahi əməliyyatın nəticəsi olaraq deyirsiniz. Bəli. Eynəklə də düzəlmə ehtimalları? Yox, eynəkdən danışmıram, əməliyyatla danışıram. Yalnız əməliyyatla? Yalnız əməliyyat. Ümumiyyətlə, vertikal çəpgözlük eynək ilə düzəlmir. Eynək ilə daxili, xarici çəpgözlük düzəlir. Əgər problem vertikal ya da çəp əzəllərdədirsə, iflicdədirsə, heç bir eynək, heç bir konservativ müalicə kömək etməyəcək. Yalnız əməliyyat. Amma əməliyyat ilə də kömək etmək olur. Çünki elə olur Duane sindrom, siz dediyiniz kimi. Duane sindrom deyirlər, çox nadir hallarda rast gəlir. Amma biz hər həftə bu sindrom ilə rast gəlirik. Pasiyentin gözü düz baxışda ya daxilə, ya xaricə doğru çəpləşir. Çəpləşməmək üçün, iki görmə olmamaq üçün pasiyent istər-istəməz boynu ixtiyarsız, yəni boynu başlayır əymək. Yəni, yanaşı olaraq baş boyun əyilmə də problemi ortaya çıxır. İfliclər baş verir, yəni hansısa tərəfə gözün hərəkəti məhduddur. Daha çox çöl tərəfə. Gözlərin yığılması ilə müşahidə edilir. Çox şiddətli tərəf, deməli, gözlər yığılır və gözlərin arasında asimetriya yığılır, dərhal yığılır, göz artıq torba və bu asimetriya bütün üzə vurur. Yəni, bu cür çəpliklər də olur. Pasiyent heç elə olur, yəni fərqinə varmırlar ki, məndə belə bir problem var. Heç bilmirlər ki, çəplik var. Fikirləşirlər ki, boynum əyridir, nəsə gözlərim asimetrikdir, bir gözüm balacadır, bir gözüm böyükdür. Bilmir ki, bu sırf Duane sindromu ilə çəpliyin xüsusi növ bir sindromu ilə bağlıdır.
Biz gözümüzü çəpləşdirsək, gözümüzü yormuş olacaq, yoxsa çəpliyə yol açmış olacaq? Belə bir sual da verim sizə. Yəqin ki, maraqlıdır. Əlbəttə, yəni heç məsləhət deyil. Uşaqlarda belə bir tendensiya var, belə deyək, biz özümüz də uşaqlıqda bir də gözlərimizi çəpləşirdik. Məsləhət deyil, valideynlərə də üst tutub deyirəm ki, biraz nəzarət etsinlər. Çünki bizdə konvergensiya deyilən bir mexanizm var. Hətta uşaqlar yaxına baxanda telefonun, yəni uzun müddət bu konvergensiya daxili əzəllər işləyir və çəpləşməyə səbəb ola bilər. Yəni belə şeylər etmək məsləhət deyil. Eynək istifadə etdikcə gözdəki çəp gözlük düzəlirmi və hansı yaşda düzəlir? Xüsusilə eynək istifadəsinə üstünlük verilərsə, çəp gözlük bilirik, anadan gəlmə, sonradan qazanılma da ola bilər. Amma bir çox hallarda valideynləri qorxudur ki, niyə mən əməliyyat eləyim? Bir halda ki, onun eynəklə korreksiyası mümkündür. Amma biz o fikri aşılamalıyıq ki, hansı hallarda eynəklə bu mümkündür? Buyurun. Eynək ilə düzəlməyini istəyirsinizsə, dərhal çəplik yaranandan sonra gəlməlisiniz bizə. Ya da yəni, ümumiyyətlə göz həkimi. Yəni, bu sahədə profesional olan çəp gözlüklə, yəni dərinlə məşğul olan göz həkiminə. Niyə? Çünki çəplik yaranandan sonra əzəllərdə gərginlik yaranmamış eynək ilə düz bir aya çəplikdən biz sizi azad edə bilərik. Çünki səbəb dediyim kimi 90% hallarda miyopiya, hipermetropiya, astigmatizm eynək vasitəsilə onları neytralizə edirik. Belə deyək, görmə qabiliyyəti artır. Hər iki gözü eyni səviyyəyə, eyni şəraitdə görürük, görmə qabiliyyətini qaldırırıq və 1-2 aya siz öz övladlarınızı bu problemdən azad edə bilərsiniz. Yox, əgər uzadırsınız, oturursunuz, çəplikdir. Bilirsiniz, təzə-təzə çəplik başlayanda valideynlər bir də görürsünüz, başa düşmürlər. Yəni, fərqinə varmırlar ki, bu nədir? Deyirlər, əyilmədir, bu çəplik deyil, sadəcə sürüşməli, əyilməli. Yəni, özlərini aldadırlar, belə deyək. Yox, fərqli şeylər deyil ki, doktor. Eyni şeydir, bu çəplikdir. Hər bir gözdə əyilmə çəpgözlük diaqnozu ilə gedir. Sadəcə Türklərdə şaşılıq, kayma ikisi eynidir. Eyni bir şeydir. Bizdə də eyni. Yəni, sadəcə bir var çəpgözlük, onlar o diaqnozdan qorxurlar. Yox, arada bir başlayır, yəni başlayan kimi dərhal göz çəpləşmir ki. Periodik yavaş-yavaş çəpləşir. Onlar otururlar ki, çəpgözlük deyil, əyilmədir, sürüşmədir. Ona görə də müraciət etmirlər. Niyə sürüşsün, normal göz? Sürüşsün, yəni anormaldır. Bilirsiniz, elə yerlər var da çaşdırırlar. 3 yaşa qədər yaranan çəpgözlük düzələcək, əzəllərdə əzələ boşluğudur, hələn balacadır, düzələcək, heç nə düzəlməyəcək. Yəni, uşaqların gözlərində çəpgözlük düzəlir ancaq bir halda. 30% hallarda o gözlərdə harda ki, miyopiya, hipermetropiya, astigmatizm yoxdur. Heç bir səbəb yoxdur. Dərəcə azdır. Bəli, bu uşaqlarda 30% hallarda keçirik. Biz özümüz də deyirik. Yalançı çəpgözlükdür, keçirik, narahat olmayın. Gedin, hər təsadüfə qarşı bir il sonra bir də gələrsiniz. Amma əgər pasiyent müraciət edir çəpgözlük şikayətləri və burada həqiqi səbəblər var, mütləq eynək taxılmalıdır. Çünki siz öz uşaqlarınızı gələcəkdə o uzun problemlərdən siz azad edirsiniz. Çünki çəpgözlük düzəlməsə, eynək daha çox taxacaqsınız. Aparatlara gələcəksiniz. Görmə azalacaq. Çünki çəpləşən göz, beyin onu söndürür. Bax, beynimizdə belə bir kompensator mexanizmlər var, adaptasyon mexanizmlər var. Əgər göz çəpləşdi, iki görmə baş verəcək. Çünki bir göz belə baxacaq, bir göz əks tərəfə baxacaq. Bu iki görmə olmamaq üçün beyin onu söndürür. Artıq buradan informasiya getmir beyinə və bu çəplik necə qərar verir ki, hansı görüntü doğrudur? Düz baxan doğrudur, çünki bu daha güclüdür. Burada bu daha yaxşı görür. Dediyim kimi, bu digər ikinci görüntünü artıq mübarizə görməməzlikdən gəlir. Bəli, çəpləşən göz sönür və o sönmə bu görmə qabiliyyətini daha da çox zəiflədir. Buna deyilir disbinakular ambliyopiya, yəni çəpliyə bağlı tənbəllik. Hətta mən onu deyim ki, hər iki gözdə çəplik olanda daha yaxşıdır. Pasiyentlər bəzən deyir, həkim bir göz çəpləşirdi, sonra gəldik, eynək taxdıq, eynəkdən sonra pis oldu, hər iki göz çəpləşdi. Yaxşı oldu. Çünki bir gözün çəpləşməsi çox pisdir. Bir göz çəpləşəndə demək ki, o görmə qabiliyyətində ümumiyyətlə iştirak etmir. Amma hər iki gözə keçəndə artıq hər iki göz növbə ilə görmə qabiliyyətində iştirak edir və belə gözlərdə görmə tənbəlliyi yaranmır.
və daha tez-tez bu çəplik keçəcək, daha tez keçəcək. Hətta keçməsə də onun əməliyyatı da daha rahatdır. Yəni ki, burada hər iki gözdə daxili əzələlər boşalar. Yəni bərabər, gözlərin arasında bərabər əməliyyat aparılsa, hər iki göz yaxşı görsə, onun əməliyyatı da, nəticəsi də yaxşı olar. Və uşaqlarda dediyimiz kimi böyüklərdən fərqli olaraq nədir? Böyüklərdə kosmetik, yəni gözəllik əməliyyatıdır, amma uşaqlarda gözəllik əməliyyatı deyil. Yəni pasientlər gələndə yazıqdır, biraz böyüsün. Uşağım daha gec yaşlarda əməliyyatını edərəm. Elə deyil. Mən həmişə başa salıram valideynlərə. Siz bunu tək gözəllik üçün etmirsiniz. Siz bunu beyin proseslərinin formallaşması üçün edirsiniz. Normallaşması üçün edirsiniz. Hansı proseslər? İki göz ilə baxıb bir görmək olmalıdır. Yəni siz mənə iki gözlə baxırsınız, bir görürsünüz. Çünki hər iki gözdən gedir informasiya beyinə. İki təsviri eyni informasiya. Gərək eyni olsun ki, eyni olması üçün də görməsi də gərək eyni olsun. Eyni olanda iki təsvir beyin birləşdirir. Bu uşaqlarda birləşmə qabiliyyəti tamamilə pozulmuş vəziyyətdədir və həcmli görmədən ümumiyyətlə biz danışmırıq. Bax, bu prosesləri yaratmaq üçün mütləq əməliyyat vaxtında olmalıdır. Əməliyyat olmasın, vaxtında gətirin, eynək ilə düzəldək. Eynək ilə düzəlmir, biraz daha gec yaşlarda gətirirsinizsə, əməliyyat ilə düzəldik. Düzəldək ki, gözlər ikisi də düz olsun, hər iki gözün informasiya dediyim kimi beyinə getsin, birləşmə qabiliyyəti yaransın və əməliyyat müalicənin bir etapıdır, belə deyək. Yəni, əməliyyat edim, daha gəlməyim, elə bir şey yoxdur. Əməliyyat edim yalnız böyüklərdə. Əməliyyat etdik, bir-iki dəfə kontrol, hər şey yaxşıdır, pasiyenti buraxırıq sağ-salamat. Çünki bu bədən ucu formallaşıb, əzələlər artıq öz yerini tapıb, orada heç bir şey dəyişməyəcək. Amma balacalarda bir etapdır. Əməliyyatdan sonra müalicə davam olmalıdır ki, birləşmə qabiliyyəti yaransın. Ona görə mən bugün bu testləri gətirmişəm. Dediniz ki, indi o testlərə keçmədən öncə, dediniz, gecə yatdım, səhər göz çəpləşdi deyil də, zaman-zaman bu formalaşır. Belə olanda uşaqlarda hər hansı bir əlamətlər, gözdə ağrı, başda ağrı, sulanma, bulanıq görmək, bu kimi simptomlar bizə çəplikdən işarə edə bilərmi? Bu kimi simptomlar yox, çünki uşaqlar heç vaxt demir adətən. Bulanıq gördüm və gözüm bulandı, yox. Nə deyir məsəl o zaman? Kimdəsə atəş qalxdı, kimsə yıxıldı, bəlkə başı dəydi, sudurqadan sonra. Valideynlər məhz bu şikayətlərlə gəlir. Həkim yox idi, yıxıldı, başı dəydi, ona görə oldu. Elə bilirlər, yıxıldı, ona görə oldu. Yəni, hər uşaq yıxılır, hamıda çəplik olmur ki, səbəb başqadır. Səbəb o gözdə olan fokus problemləridir. Sadəcə bu simptom, bu faktorlar onsuz da gec-tez yaranacaq çəpliyə təkan verirlər. Biraz daha tez üzə çıxardılar və valideyn elə bilir ki, yıxıldı, travma oldu ya da atəşi qalxdı, xəstələndi, ondan sonra oldu, qorxdu. Yıxılmadan biz onu müayinə edib aşkarlaya bilirik. Bəli. Əlbəttə ki. Alın uşaqlarınızı aparın müayinələr. Bəli, heç bir yaş... Həqiqətən, yəni, mən yoxdur gözüm ki, uşaq nə vaxt travma alacaq və o travma tezləşdirəcək gələcəkdə ola biləcək problemlər. Ona görə bir yaşında heç şikayət olmasa da, heç çəplik olmasa da, bütün uşaqları mütləq yoxlamaq lazımdır. Nə testi idi o, doktor? Həcmli görmədir. Artıq bizdə birləşmə qabiliyyəti var. Hər iki gözlə baxıb bir görürük və onun daha mükəmməl bir prosesi həcmli görmədir. Həcmli görmə, yəni o eşitmişsiniz, kinoya gedəndə, yəni xüsusi eynəklər taxanda biz hər şeyi həcmli görürük, keyfiyyətli görürük. Bax, o görmə mükəmməl bir görmədir. Testlər var, taxırıq və uşaqlardan, pasientlərdən soruşuruq, nə görürsünüz? Belə heç nə görsənmir, amma belə artıq həcmli kəpənək görsənir. Qanadları ilə, qanadları tut. Əgər qanadlarını görür, bu testlər cürbəcürdür, qanadlar var, başqa bir... Onu efirə çevirək, zəhmət olmasa. Burada təəssüf ki, belə görsənməyəcək, gərək pasient bu şəkili, bu eynəyi taxsın, daha sonra hansısa təsvirlər, həcmli təsvirlər görür. O həcmli təsviri görürsə, demək ki, beynində həcmli görmə yaranıb və bu uşaqlarda çəpliyin kökündən getməsi deməkdir. Ona görə bu vacibdir. Sırf çəp gözlüyə görə aparılan testlərdir, yoxsa hər bir uşağı aparırsınız? Hər bir uşağı aparmaq olur. Bilirsiniz, mənim kiçik qardaşımda məsəl üçün çəp gözlü yox idi. İndi bunu taxın. Belə də baxanda az çox bilinir. Bilinmir. Taxın, indi baxın ona. 3D görüntü. Bu tərəfə, sağ tərəfə. Hə. Bura baxmalıyam. Bəli. Kəpəni, nə gözəl kəpəni. Sizdə həcmli görmə Bunu var. necə eləyək ki, efirdən tamaşaçı da görsün bu həcmi? Necə göstərə bilərik onu?
Və uşaqlarda biz valideynlərə başa salanda ki, sizin uşağınızda həcmli görmə yoxdur. Çünki biraz daha gec yaşlarda müraciət etmişsiniz. Onlar sual verirlər ki, həkim, yəni həyatlarında nə kimi fəsadlar ilə bu nəticələnəcək? Əslində heç bir fəsad olmayacaq. Sadəcə bu cür həcm yox, o görsənməyəcək. Amma gözlükdən baxanda həcm görünür. Bəli. Gözlükdən kamera necə göstərək, bilmirəm ki. Yəni, yəqin ki, tamaşaçılar mənə... Amma bu mənim digər görüntülərimi pozdu, doktor. O sırf o test üçündür. Hə, kompüter 3 dənə görürəm. Sizdə həcmli görmə var, sizi təbrik edirəm İlham xanım. Ay aman, operator yox, yerindədir operator. Bu da yerindədir. Çox maraqlıdır. Özü kəpənənin 2 qanadı, ikisi də üzə. Bəli, bu ancaq 2 göz ilə görüb görmək olar. Yəni bir gözünü bağlasanız onu görməyəcəksiniz. Bağlayın. Nə maraqlı. İki göz, ikisi də beyninə informasiya. Gözümün birini eynək altında bağlayıram, görünmür. Demək ki, hər ikisi eyni görüntünü yansıdanda beynə. Bəli, ikisindən də eyni təsvir gedir beynə, beynində birləşmə qabiliyyəti yaranır və birləşmə qabiliyyətinin səbəbinə belə həcmli görmə. Doktor, indi o uşaqda əgər həcm yoxdursa, problem var. Valideynlər soruşurlar, həkim, nə kimi fəsadlar ilə, yəni nəticəli, nə olacaq? Heç nə olmayacaq. Sadəcə kosmetik gözlər düz olacaq, görmə siz vaxtında müraciət etsəniz yaxşı olacaq, amma bax bu keyfiyyət kinolara gedəndə o keyfiyyəti, o həcmi pasient görməyəcək. Ona deyirlər, deməli, həcm, o həcmi biraz görmənin bir keyfiyyətidir də, belə deyək. O olmayacaq. Ona görə vaxtında gəlin bunları yaradaq və pasientdə, yəni bir görürsünüz, əməliyyat ilə gözlərini düz qoymuşuq, kosmetik qəşəngdir, amma birləşmə qabiliyyəti yox. Doktor, göz çəp deyilsə, həcm yoxdursa, o da problemdir. Ola bilər elə bir? Bəli, ola bilər. Təsəvvür eləyin, gözüm çəp deyil, amma həcmi də yoxdur, görmürəm. Niyə? Çünki zəiflik olur, astigmatizm yüksək dərəcə ya da hansısa hipermetropiya, miyopiya yüksək dərəcə çəplik yoxdur. Bu pasientlərdə də həcm görmə elə olur, olmur. Hə, demək ki, refraktiv qüsur. Qüsur, bəli. Ya da gözlərin arasında fərq. Biri 100% görür, biri 50% görür. Əlbəttə ki, həcm olmayacaq. Biri 100% görür, biri 10% görür. İndi sevinim mən. Siz sevinin, sizdə hər şey yaxşıdır. Monitora, telefona və s. çox baxmaq çəplik yarada bilərmi az yaşlı uşaqlarda? Qısaca cavablar alın bəzi suallara. Bəli, yarana bilər, amma o da bir təkan kimi. Yəni, əsas problem o deyil. O sadəcə yanaşı olan bir faktorlardır. Əlbəttə ki, uşaqları yaxından, mən həmişə deyirəm, telefona yaxından baxmasın, dərs oxusun, televizor uzaqdan baxa bilər. Amma telefona yaxından baxmasın. Niyə? Çünki zəif görür. Zəif görmə, yəni bu yaxından baxmaq konvergensiyanı çoxaldır və çəpliyin daha tez yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, yaranmasına səbəb ola bilər. Nə qədər məsafədən baxaq? 20, 30, 40 santimetr? Siz indi bu, məsəl üçün, onlayn dərslərə keçəndə hər şeyi telefonla başladılar, bütün dərsləri. O çox pisdir. Mən həmişə tövsiyə edirəm ki, kompüter olsun, telefonla dərs oxumasınlar və kompüter də biraz şrifti daha böyük etsinlər. Yəni, biraz nə qədər böyük olsa, bir o qədər yaxşı. Yəni, beynə güc salmayaq? Yox, beynə güc salmayaq. Çünki bu həqiqətən həm çəpliyə, həm də miyopiyanın artmasına da səbəb olur. Yəni, miyopiya bildiyiniz kimi yaxın məsafədə uzun müddət baxanda bu miyopiyanın mənfinin yaşa bağlı sürətinin artmasına səbəb olur. Yəni, görmə də zəifləyir. Çox maraqlıdır. Demək ki, hər bir yaşda uşaqların müraciəti qəbul olunur və bunlarda xüsusi testlər aparılır. Çəpgözlük varmı, yoxmu? Bəzən insanlara çəpgöz deyəndə də biraz xətirlərinə dəyir. Yəni, göz çəpləşirsə, orada bir refraktiv qüsur mu var və ya başqa bir səbəbdən? Bunu araşdırmaq lazımdır. Anadan gəlmə çəplikdə doktorun dediyi kimi 1 yaşa qədər cərrahi əməliyyat mütləqdir. Xeyr. Yox? Yox. Orada da eynək? Bəli. 3 aylığından etibarən. Həkim bir ifadə işlədir. Xeyr, 3 aylığından etibarən siz mənə inanmalısınız. Çünki məndən çox bu problemdən həqiqətən Azərbaycanda məşğul olan yoxdur. Xüsusilə də çəplikdən söhbət gedir. Bilirəm, çəpgözlük deyəndə hamı sizi işarət edir. 4 aylıq, 5 aylıq, 6 aylıq, həkim 5 aylıq nədir, eynək taxmaq nədir? Niyə də taxmasın? Uşaq nə qədər balacadırsa, o qədər rahat olar. Çünki böyüyəndə onlar məktəbə gedirlər, heç tapılmırlar, dərs, məktəb, heç evdə yoxdur, gözü bağlamağı da olar. Göz bağlamaları var.
var. Onlar çətinlik çəkirlər axı valideynlər uşaqlarda göz bağlamaya. Niyə? Çünki məktəbə getdi, gözünü bağlasa görməyəcək. Evə gəldi, dərs eləyir, gözünü bağlamayacaq çünki görmür. Amma balaca ikən, haçan ki məktəbə getmir, 1 yaş, 2 yaş, 3 yaş, bax onda siz hər şeyi düzəldə bilərsiniz. Çünki uşaq evdədir. Çünki uşaq bağçadadır. Bağçaya getdi, müəlliməsinə tapşırın. 3 aylıq, 4 aylıq, 5 aylıq mütləq gəlin, eynək ilə 1 aya, 2 aya tam cəblik düzələcək. Daha sonra problemləriniz çoxalacaq. Doktor, mən təşəkkür edirəm gəldiyinizə görə. Xoş oldu sizinlə söhbət. Amma bir xahişim olacaq, o eynəklə həcmli görüntünü efirdə olan əməkdaşlarımıza da test eləyin. Nəsə şübhələnirəm onların həcmli görüntülərindən. Xatırladım, tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva studiyamızın həkim qonağı idi. Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzində fəaliyyətini davam etdirir. Eyni ilə də Hat Medicine klinikasına müraciətlərinizi edə bilərsiniz.